həmişə istəyirik ki, tələbələrimiz iş həyatına atılarkən daha aktiv olsunlar, daha bilikli olsunlar. Emosiya bu CX-də çox vacibdir. İnsanlar sizin nə etdiyinizi, nə dediyinizi unudacaq, amma onlar özlərini necə hiss edirlərsə, onu heç vaxt unutmayacaqlar. Biz müştəriyə məhsulu satdıq, bitdi işimiz deyə bir şey yoxdur. Biz CX-lə müştərinin ehtiyaclarını anlayırıq, məhsulun uğursuzluq riskini ciddi şəkildə azaltmış oluruq. 3-cü, 4-cü kursda bu mənim üçün sadəcə bir arzuydu və bugün mən onu reallaşdırıb sizin qarşınızda çıxış edirəm.